Salam əziz abituriyentlər, biz dövri sistemində müəyyən test izahlarına qaldığımız yerdən yenə davam edək. Demək, belə bir sualımız var. X 3s1 elektron formuluna malikdir. X 3s1 elektron formuluna malikdir. Y isə 3s2, 3s2, 3p4 elektron formuluna malikdir. Və əmələ gətirdiyi birləşmədə Z formulunu müəyyən edir. Yəni, Z-in içərisində X, Y hansı birləşmənin formulu əmələ gətirir? Baxaq, X-in xarici elektron təbəqəsində bir elektron var. X deməli, bir valentlidir. Y-in xarici elektron təbəqəsində 6 elektron var. Yəni, valent elektronu 6-dır. Biz bilirik ki, deməli, birinci qruplar sabitdir, dəyişməzdir, dəyişkən valentli deyil, ona görə bir valent yazırıq. Ancaq Y 6 valentlidir. 6 valentli 6-cı qrupa qədər olan elementlər özünə qədərkilərlə minimum oksidləşmə dərəcəsini, yəni -2, o da 2 valentli birləşmə olduğunu göstərir. Ona görə də X2, Y1 formuluna malikdir. Daha sonra belə bir sualımıza baxaq. Xarici elektron təbəqəsinə uyğun olaraq 3 və 6 elektron olan X və Y elementləri arasında əmələ gələn birləşmənin formulunu müəyyən edin. Deməli, X və Y elementləri yenə bizə verilibdir. Xarici təbəqədə X üçün 3 elektron yazaq. NS2, NP1. Valent elektronu artıq 3'dür, qeyd edirik. Y üçün isə NS2, NP6, 6-cı qrupdur. Deməli, xarici təbəqədə 6 elektron, NP4. Bunun da valent elektronu yəni 6-dır. Yəni, 6-cı qrup, 3-cü qrup sabitdir, dəyişməzdir. Ona görə hansı elektron varsa, valentlik ona uyğun xarici təbəqə üçün. Y-də isə, yəni dediyimiz kimi, Y özünə qədərki qruplarla deməli minimum oksidləşmə dərəcəsi, yəni -2 olduğu üçün valentlik də 2-yə bərabərdir. Ona görə də 2 valentli olur. X2, Y3 formulunu əmələ gətirir. Daha sonra belə bir sualımız var. X deməli elementi verilibdir, iyonlaşma enerjisidir. Məsələn, X üçün Y1 enerjisini veribdir bizə 120, Y2 enerjisi deməli 210, Y3 enerjisi 2600'dür. Y4 enerjisi isə deməli 2400'ə bərabərdir. Biz bilirik ki, hər bir elektron qoparılarkən müəyyən qədər enerji sərf olunur. Ki, biz o enerjini sərf edib atomdan elektronu təbəqəsindən ayıra bilirik. Baxaq indi, burada X üçün 4 dənə iyonlaşma enerjisi vermişdir. Birinci iyonlaşma enerjisi 120'dir. İkinci iyonlaşma enerjisi deməli 210'dur. Ancaq ikincidən sonra kəskin fərq yaranır. Kəskin fərq yarandığı üçün artıq biz 210'dan sıçrayış baş verir də, belə deyək, 2600'ə gedirik. Ona görə biz burada artıq yalnız burada bir elektron qoparda bilirik, burada isə bir elektron. Yəni X üçün qopardacağımız elektronlar 2'dir. 2600 və 2400 deməli enerjisini sərf edə bilmirik. Ona görə bizim bu deməli enerjilərdən işimiz yoxdur. Bizə verilmiş bax bu enerjilər valent elektronunu qoparmaq üçün lazım olan enerjidir. Ona görə də 2 elektron qopardığımıza görə X elementi NS2 elektron formuna, yəni ikinci qrup A yarım qrupuna uyğun gəlir. Ona görə də oksidləşmə dərəcəsi də müsbət 2'yə bərabərdir. Daha sonra deməli, 4-cü dövrün əlavə yarım qrup elementi verilibdir X üçün. Baxaq bu suala, maraqlı sualdır. Bir neçə il əvvəl model sual olaraq verilmişdir bu sual. Artıq qəbul tipli suallar içərisindədir. Deməli, X elementidir. 4-cü dövrün əlavə yarım qrupundadır. 4-cü dövr, yəni 2, 8,
8, 2, yəni bu elektron konfigurasiyası əsas yarım qrup üçündür. Əlavə yarım qrup dediyinə görə artıq 4s2 doldu. Ondan sonra keçirik buradakı 3D orbitalına. İndi baxaq görək elektron konfigurasiyasını açırıq. 1s2, 2s2, 2p6, bu birinci təbəqə, bu ikinci təbəqə, 3s2, 3p6, 3d0. Bu üçüncü təbəqə, 4s. İndi bilmirik. Dördüncü qrupun əlavə yarım qrupu, yəni B yarım qrupu olduğuna görə S1-də ola bilər. 2 də ola bilər. Ona görə buranı X qəbul edirik. D-də də bilmirik nə qədər elektron var. Buranı da Y qəbul edirik. Ancaq bizə konkret olaraq S üçün verir A-4, P üçün verir A, D üçün verir A/2. İndi baxaq görək. Burada P-lərimiz sabitdir. Çünki P dəyişməzdir. 2P, 3P. Cəmi elədi 12. Yəni, şərti biz buradan başlamalıyıq. Yəni, məlum tərəfdən. P-lərimiz sabitdir, dəyişməzdir, 12-dir. A-mız 12-dirsə, onda S-i tapmaq daha rahatdır bizə. 12-dən 4-ün çıxarsınız 8. S-də baxın, 2 burada var, 2 burada var, 6, 2 də burada var, 8. 2, 2, 6. Deməli 4s2 olmalıdır ki 8 olsun. Artıq bura 4s2 verdik. İndi gəlin D-yə baxaq. Əgər biz A-nı 12 tapmışıq, 2-yə bölürüksə, D-miz də 6 olacaq. Onda bizim də Y-imiz 6-dır. Deməli, sonda biz dövr qrupu təyin etmək üçün 3D6, 4s2 sonuncu dövrdür, dördüncü dövr. D ilə S-i toplayırıq. 8-ci. D-ni də topladığımıza görə B yarım qrupudur. Amfoter metaldır. Xeyr, amfoter metal deyil. 8-ci B yarım qrupunda yerləşir. Bəli, 2 doğrudur. 4 tək elektronu var. Biz demişdik ki, D maksimum 10 qəbul edir. Ondan 6-sını çıxırıq. Bəli, 4 tək elektronu var. 3 də doğrudur. Adi şərtdə qatı, deməli, nitrat turşusu ilə reaksiya daxil olur. Biz artıq bildik ki, bu dəmirdir. Çünki sıra nömrəsi 26-ya uyğun dəmir olur. Dəmir də adi şəraitdə qatı nitrat turşusu ilə reaksiya daxil olmur. Çünki passivləşən metallar içərisindədir. Daha sonra belə bir sualımıza baxaq. Maraqlı suallardan birində. Məsələn, deyir ki, hansı çevrilmə zamanı D orbitallarında olan elektronların sayı bir vahid azalır? Maraqlı sualdır və demək, yeni tipli suallardandır. Düzdür, sınaqlarda istifadə olunur.